Şərif Ağayar, Şeqlov üsulu hekayə. Sübh azanından azca sonra qapımız qəflətən döyüldü. Deyəsən şəhər adamı deyildi. Qatıq satan da olmazdı yəqin. O gələndə səsi yataqxananı başına götürürdü. Bu kim idisə çox yəqin mənim uzaqda Kürdən o üzə Qarabağa, simsar yerlərdə sığınacaq tapan qohumlarımdan idi. Bunu arvad da başa düşdü deyəsən, eş eləyib qollarını boynumdan sürüşdürdü. Bir yana baxanda günahı yox idi arvadın. İki balaca yataqxana otağına özümüz güclə sığışırdıq. Qonaq gələndə məlli başlı tıncıxırdıq. Qapı yenə köntöycəsinə döyüldü. Mən yavaşca gəldim deyib ayağa qalxdım. Şalvarımı geyinə düşündüm. Səhəri göz açılmamış bu kimdir? Ardınca pıçıldamaqdan özümü saxlaya bilmədim. Xeyr olsun. Qapı bir də döyüldü. Bu dəqiqə özümü dar koridora atıb tələsik qapını açdım. Əmim əlində iri zənbil böyük oğlu ilə bircə koridorda dayanmışdı. Sabahınız xeyir. Sabahınız xeyir, xoş gəlmişsiniz. Əmmi çox istəyirdim. Bağışla sən Allah, gədə biraz nasazlayıb. Ona görə çöldə gözləyə bilmədik, sizi narahat elədik. Utandıq xeyli. Əşşo nə deməkdir? Mən yad adamam bəyəm. Belə sözlər danışırsan. Nə olub ona? İri zənbilini soyuducuya söykəyib ayaqqabılarını çıxara alçaq səslə söylədi. Soruşma başımıza gələnləri. Gördüm məsələ ciddidir. Artıq sual vermədim. Gözlədim içəri keçək, adama bir stəkan çay çək, onsuz da baş verənlər ətraflı danışacaqlar mənə. Əmim ayaqqabılarını ayağı ilə kənara itələyib gətirdiyi iri zənbilə əyildi. İçindən bir şaqqa quzu əti, bir balon pendir, bir balon yağ, yolunub təmizlənmiş bir hinduşka çıxartdı və üzümə baxmadan söylədi. Bunları yığ xaladelniyə xarab olmasın. Niyə əziyyət çəkirdiniz? Şəhərdə hər şey tapılır, əvvəlki kimi deyil deməyi borc bildim. Özümüz yeməyə gətirmişik, pay deyil ha. Əmim gülümsədi. Gülümsəyəndə gördüm ki, xeyli sınıxıb kişi. Qabaq dişləri çürüyüb. Yaşlandıqca atama daha çox bənzəyirdi əmim. Amma demək olar qocalmamışdı. Başında ağ tük yox idi. Mən elə gəldi ki, o qorxudan qocalmır. Çünki uşaqlar hələ balacadır və nə olur olsun, onları bir tərəfə çıxartmaq lazımdır. Buna yaşlı adamın gücü çatmaz. Qohum əqrabadan isə haray yoxdur. Hərə öz başının hayındadır. Atamgil 3 qardaş idilər. Böyüyü atam, kiçiyi bu əmim. Ortancıl qardaşları laçın alınanda itkin düşmüşdü. Mən itkin düşən əmmin qoxusunu atamdan artıq bu əmimdən alırdım. Amma özünə demirdim heç vaxt. Çünki əmim qardaşının xiffətini çox çəkirdi. Atam danışırdı, uf edirdi, səs lağlayırdı. Hələ yeri gələndə bir bayatı deyib ürəyini boşaldırdı. Əmim isə susurdu. Susurdu, bəli. Ağzına su alıb dayanırdı eləcə. Bir də görürdün, sakit və hüzünlü sifətindən bir cilə yaş yuvarlanıb düşdü çənəsinə. Çox vaxt ağlamağını da gizlədirdi adamlardan. Bilmirdim niyə, bəlkə də aciz görünmək istəmirdi. Amma day belə işlərdən keçmişdi. Yer yurt alınmış, cəmaat didərgin düşmüş. Ailənin ən əziz adamlarından biri yoxa çıxmışdı. Əmim kənddəykən kolxozda briqadir, daha sonra baş aqronom işləmişdi. Kəndin fəallarından idi, kolxoz işlərində həmişə başda gedirdi. Halal adam idi. Kənddə taxıl və ot bölgüsü kimi ən çətin işləri ona tapşırırdılar. Heç kim narazı qalmazdı. Bizim kənd o dövrün dili ilə desək, biraz danosbaz idi. Bir əyrilik gördülər, o saat sarılırdılar qələmə. Əslində mən yazıçı kimi ilk ilhamımı həmin danosbaz insanlardan almışam. Sadəcə bir fərqimiz var, ərizə yerinə hekayə yazmışam. İnanın, yaxşı ərizə ilə hekayə arasında soğan qabığı məsafə var. Keçə bildinsə, yazdıqlarını zamanın çift basmış zirzəmisindən xilas edəcəksən. Kəndimiz ərizəbaz olduğundan yeganə çıxış yolu əmni başı keçirmək, bütün ixtiyarı ona vermək idi. Cəmaat yaxşı bilirdi ki, əmim öz atasına, öz doğma övladına belə güzəşt etməyəcək. Kəndin elçilik, barışıq, ağsaqqallıq kimi ictimai əhəmiyyətli işlərində də əmmin xüsusi çəkisi vardı. Əgər oğlan qıza layiqdirsə, əmim şirin çayı içməmiş geri qayıtmazdı. Əks halda qızın atanası ilə əməlli başlı qovğa çıxarardı. Dalaşardı onlarla, özlərini çəkməkdə, kəndin ali dəyərlərinə hörmət etməməkdə günahlandırardı. Sonra da salam verməzdi heç birinə. Yaxud dalaşıb bir-birinin xeyrinə, şərinə getməyən tayfaların yeganə keçilməz nöqtəsi əmim idi.
o işe qarışdısa, barışmaq şərtdir. Kəndimizdə bir tərs kişi vardı. Qudası ilə nə istəsə tutaşdığına görə qızını ər evindən götürüb aparmış, onu 2 aylıq körpəsindən zorla ayırmışdı. Onlardan olan uşaq bizə lazım deyil. Yazıq gəlin atasının üzünə qayıda bilməmişdi. Bir evdə 2 aylıq körpə acından qan yaş tökür. Başqa bir evdə döşlərindən süd damcılayan anası nalə edir. Nə qədər çalışırlar, uşaq nə başqa qadınların döşünü alır, nə əmzik götürür. El-oba tökülür qızın atasının qapısına ki, heç olmasa razılaş. Ana uşağını bir dəfə əmizdirsin. Deyir, olmaz. Birdən hardansa əmim gəlib çıxır. Əlinə ağac alıb cumur qızın atasının üstünə. Deyir, bugün sabah ölüb gedəcəksən, eşidib bilən görünə soyacaq. Sən kiminləsə tutaşmısan, buna körpə uşaq neyləsin? Qızın atası əmmin qabağından qaçır, bir söz demir. Əmim ərklə evə girir, gəlinin qolundan yapışıb gətirir körpəsini yanına. Onun yeganə qüsuru hövsələsiz olması idi. Biraz da təntik adam idi. Heç nədən özündən çıxır, əl qolunu ölçə danışır, tez də sakitləşirdi. Elə bil 2 dəqiqədə dağı bulud alır, yağış çovğun qopur, sonra hava sakitləşir və günəş çıxır. Əsəb boğanağından sonra sifətində güllər açılırdı. Güləndə elə ürəkdən gülürdü, deyirdim, bəs bu adam bir daha kədərlənməz. Kədərlənəndə isə əksinə, üzündə elə bir yorğunluq, elə bir hüzn peyda olurdu ki, onun bir daha sevinmək nədir, yüngülcə gülümsəyəcəyinə də inanmaq olmurdu. Kənddə tamı gözü götürməyən adamlar əmimlə mehriban idilər, ona inanır, güvənirdilər. Çox vaxt qızğın mübahisələrdə əmim öz qardaşını deyil, onların tərəfini saxlayırdı. Çünki atam varlı idi. Əmim ömründə arana dağa köçməmişdi. Odur ki, qaçqınlıq onun ocağına qəfil ildırım kimi düşdü. Evindən bir çöp də götürə bilmədi. Az yaşlı uşaqları ilə Qarabağın düzlərində sərkardan qaldı. Uzun çətinliklərdən sonra afşar yataqlarında çobanlığa başladı. Bu acından ölməmək üçün yeganə yol idi. Arada maraqlanıb öyrəndim ki, vəziyyətləri nisbətən yaxşılaşıb. Sığınmağa bir balaca komaları, yeməyə bir tikə çörəkləri var. Hətta atamın deməsinə görə damazlıq 5-6 heyvan da becərə bilmişdilər. Təzə-təzə gün güzaran tapırdılar ki, belə böyük oğlu qəflətən xəstələndi. Əmim zoğal mürəbbəsindən bir qaşıq aldı, çayın içinə atdı, gözlərini harasa zilləyib tələsmədən qarışdırmağa başladı. Mən gah ona, gah da rəngi qaralmış, gözlərinin içi qanla dolmuş əmim oğluna baxırdım. Əmim oğlu uşaqlıqda nasaz idi. Bir neçə dəfə müalicə üçün Bakıya gətirmişdilər. Ciddi xəstəliyi yox idi mən bilən. Bəlkə də vardı, gizlədirdilər. Kənddə olurdu belə şeylər. Əmim oğlu gözlərimin içinə baxanda özümü vurub öldürmək istəyirdim. O aman diləyirdi məndən. Suda batmaqda olan bir binavanın üz ifadələri vardı sifətində. Arvad da başımın üstündə dik dayanıb gözünü onlardan çəkmirdi. Əmim, çöldə odun yarırdı. Dedim, ha bala, gün altında çox işləmə. Məni eşitmədi. Danış da. Oğluna acıqlandı. Əmim oğlu kəkələdi. Odun yarırdım. Əvvəl başım ərləndi, sonra gözlərim qaraldı. Huşumu itirdim. Bir də xəstəxanada ayıldım. Əmim davam etdi. Uşaqlar hay saldı ki, yıxıldı. Gəlib gördüm, ölüb. Nəfəsi dayanıb. Anası üzünü cırıb qışqırdı. Uşaqlar qorxub hərəsi bir tərəfə qaçdı. Əmim çaydan bir qurtumu alıb udqundu. Əmim oğlu günahkar kimi başına aşağı saldı. Ağlıma nə verdisə əlimi nəbzini atdım, gördüm vurur. Arvada dedim, ay qız, ölməyib. Tez qaç Xozeyni çağır. Yatağın sahibi gəlir. Xəstəni Nivanın arxa oturacağına uzadıb Ağcabədi rayon mərkəzi xəstəxanasına aparırlar. Orada məlum olur ki, beyninə qan sızıb. Xəstə ölüm təhlükəsini adladandan bir müddət sonra məsləhət edirlər ki, Bakıya gəlsin. Burada Bakı. Əmmin hal hərəkətindən anlayırdım ki, pulu yoxdur və buna görə çox narahatdır. Danışanda gözlərini yayındırır, üzünü mümkün qədər gizləməyə çalışırdı. Qorxurdu ki, əlacsızlığını üzündən oxuyum. İllah da qohumlarım demiş, yad qızının yanında. Bəli, siz də mənim qardaş bacılarım bizim arvadağa başqa rayondandır. Necə deyərlər, bir köynək uzaq. Nə deyər, nə deməz. Əmm onun xasiyyətini bilmirdi. Heç mənim də gəlib bu böyük şəhərdə necə adam olduğum onun üçün aydın deyildi. İndi zəmanə dəyişib, şəhərə gələnlər 2 günün içində çevrilib ayrı adam olurlar.
Çıxdığı qını bəyənmirlər. Bəs nə? Azmı olub belə hadisələr? Azmı eşidib belə əhvalatlar? İmkanı olsa heç bizə üz tutmazdı. Kiməsə ağız açmaqdan zəhləsi gedirdi. Öldür bir adamın üstünə diləyə getməzdi. Bir dəfə kənddə ikən atam ona deyir, ay qardaş, çətin zəmanədir. Hamı gəlib məndən borc istəyir. Sən heç ağzını açmırsan, bəlkə bir şeyə ehtiyacın var. Əmmi cərəyan vurur, elə bil yerindən oynayır. Az qala atılacaqmış atamın üstünə. Mən dilənsiz adam, yoxsa pulunu mənə göstərirsən? Atam çaşıb qalır. Anam deyir, körpə ikən əmi səni o qədər çox istəyirdi ki, lüt soyundurub qoynuna salırdı. Maşallah, sən də badam ləpəsi kimi şirin idin. Bəs öz doğmacı əmim, vaxtilə məni ciyər parası kimi sevən bir adam, indi niyə belə çəkinirdi? Yağmasam da guruldamağa məcbur idim. Narahat olmayın. Həkim tanışlarım da var, dərman satan dostlarım da. Nə lazım dedəcəyik? İndi belə xəstələr çox olur. Müalicədən sonra hamısı sağalır. Məncə qorxulu heç nə yoxdur. Bu sözlərdən sonra əmim çayı tələsik axıracan içdi. Arvad stəkanı alıb təzəsini süzmək istəyəndə yenə həmin nur peyda oldu sifətində. Siz necəsiz, işləriniz, uşaqlarınız? Mən hər şey qaydasındadır dedim. Əslində isə vəziyyət yox, gərək bunu da ətraflı yazam. O vaxt redaktor olduğum qəzeti bağlamış, mənə dövlət qulluğunda işləməyə təklif etmişdilər. Uzun zaman düşünməli oldum. Özümü məmur kimi heç cür təsəvvür etmirdim. Mən hara, çinovniklik hara. Hər səhər 9-da iş, ta axşam 6-yacan. Şərtlər, yazı pozu adamına heç cür əl vermir. Amma məcbur idim. Dolanmaq üçün başqa yolum yox idi. Siyasi qəzetlərdə köşə yazmaq da olardı. Amma bu işdə səriştəsizəm. Əvvəldən siyasətdən xoşum gəlməyib. İllah da bizim siyasətdən. Bizimkilər ya yaltaqdır, ya da inqilabçı. Elə bil orta hədd. Fərqli rəng yoxdur. Yarısınacan su tökülmüş bardak misalı. İqtidar dolu yerindən danışır. Müxalifət boş yerindən. Həqiqət isə çox sadədir. Boşu, boş, dolunu dolu görmək. Xüsusən bir yazar üçün. Bunu erkən yaşlarımda anladığım üçün siyasətdən uzaq gəzdim. Ədəbi yaradıcılıqda isə qazanc yox idi. Nə əməlli bir qəzet vardı işləməyə, nə də əməlli bir jurnal. Dostlar və yaxınlarla məsləhətləşdim. Hamı bir ağızdan söylədi ki, get dövlət qulluğunda işlə. Belə fürsət bir də əlinə düşməyəcək. Düzü həvəsə gəldim, razılığımı bildirdim. Amma məlum oldu ki, dövlət işinə girməkdən ötürü testlə imtahan verməliyəm. İmtahana hazırlaşmağa ən azı 2-3 ay vaxt gərək idi. Telefon alıb qardaşımı zəng vurdum. Vəziyyəti başa saldım. Dedim, imkanın varsa mənə 500 manat göndər, 2-3 ay uşaqlar ac qalmasın. Mən də fikrimi toplayıb oturum hazırlaşım. İnan ki, işə düzələndən sonra pulunu geri qaytaracağım. Haqqı haqq, minnəti artıq. Özgəsinə ağız açmaq istəmirəm. Qardaşım dedi, narahat olma, elə üzümüzə gələn bu bazar günü inəyimizi bazara çıxarıb satacağım. Sənin 500 manatını göndərəcəm. 1000 il keçə qohum səndən yad olmaz. Dediyi vaxt 500 manatım hazır oldu. Bu 500 manatın 100-ünü xərclədim telefona və internet xidmətinə. Qalanını verdim arvada. Dedim, elə bir Leningrad mühasirəsindəsən, mən işə düzəlincə bu pulla dolanmalıyım. Arvad mısmırığını salladı, gördüm işlər fırıqdı. Başladım, nə başladım? Dedim, arvad, sən heç bilirsən dövlət qulluğu nə deməkdir? Sığortası, pensiyası, premiyalar, ezamiyyətlər, məzuniyyət pulu. Toyda yasta da deyərsən, ərim dövlət işçisidir. Sənə deyərlər, oradan oturma, buradan otur. Arvad elə şirinişdi ki, dedi, sənə qurban olum ay kişi. Axşam da qollarını saldı boynuma və elə həmin axşamın səhəri günü qapımız qəflətən döyüldü. Respublika xəstəxanasında əmmi oğlunun təcili yatmasını təkid etdilər. Bu vəziyyətdə ona hərəkət etmək qəti qadağandır. Təcili palataya yazdılar, dedilər vəziyyəti düzələndən sonra tomoqrafiyaya göndərəcəyik. Xoşbəxtlikdən xəstə sürətlə yaxşılaşmağa başladı, baş ağrısı və ürək bulanma aradan qalıqdı. Günlərin birində bizi çağırıb tomoqrafiya üçün Nəsrəddin Tusi klinikasına göndərdilər, getdik. Orada dedilər 80 manat pul ödəsəniz, xəstəni Türkiyədən gəlmiş həkim müayinə edər, daha dəqiq diaqnoz qoyular. Əmin pal-paltarının ən gizli və uzaq yerlərinə əl gəzdirib 80 manatı bir təhər düzəltdi və xəstəni aparata götürdülər. Bir neçə saatdan sonra Türkiyədən gələn həkim bizi otağa çağırdı.
Əmim üzünü mənə tutdu. Sən get! Onun həyəcanlı olduğunu görüb içəri keçdim, həkimin qarşısında əyləşdim. Həkim baş və şəhadət barmaqlarının intervalında nəsə göstərə-göstərə söylədi. Keçi məməsi deyə bir üzüm var, biliyor musun? Bilirəm, dedim. Bakın, sizin hastanın kafasında kanla dolu öyle bir çıkıntı oluşmuş durumdadır. Bu çıkıntının duvarları oldukça ince ve davamsızdır. Yani her an partlayabilir. Bu ise ölümü kaçılmaz eder. Azacık fikrə gedib əlavə etdi. Bu gün də yox. Hatta bu saat bu dakika ameliyata alınmalı. Elə bil məni cücü dişlədi. Diksindim. Ah imkanımız yoxdur deyincə həkim səsinə həlimlik qatdı. Bəndə söyləməsi, gerisini özünüz düşünün. Qapıya tərəf 2-3 addım atmışdım ki, arxadan həlim səs bir daha eşidildi. Sizin hasta kafasında bomba taşıyor, hər an patlaya bilir. Tərs kimi əmmin sifətində yenə o işıq peyda olmuşdu. Mən bu xəbəri ona necə söyləyəcəkdim? Əmmi oğlunun baxışlarını isə təsvir etməkdə acizəm. İlk olaraq ciddi bir şey yoxdur deyib özümü tualetə verdim. Güzgüdə sifətimə baxanda anladım ki, əmmə və əmmi oğluna dediyim sözə onlardan çox özüm inanmışam. Əlbəttə, Türkiyəli həkim başımızı piyləyib pulumuzu almaq üçün belə söyləmişdi. Xəstədən gizli əmimlə etdiyimiz söhbətlərdə yekdilliklə bu qərara gəldik. Və sizə deyim, bu qərarın bizə faydası da dəydi. Gecəni rahat yatdıq. Sabah tanış həkimlərdən birinə zəng edib bu yalanı sübuta yetirməliydik. Başqa bir ehtimalı ağlımızın ucundan da keçirmirdik. Çünki beyin əməliyyatının nə demək olduğunu, neçəyə başa gəldiyini təxminən bilirdik. Həkim tanışımız bizi Əhmədli qəsəbəsində yerləşən neyrocərrahiyə göndərdi. Daha dəqiqi oradakı kafedralardan birinə rəhbərlik edən etibarlı Sabirin yanına. Nədənsə kişinin adını eşidəndə işimizin yaxşı gedəcəyinə inandım. İlin günün bu vaxtı adamın qarşısına iki belə uğurlu söz çıxırsa, bir işarədir yəqin. Etibarlı Sabir bizi mehribanlıqla qarşıladı. Beyin fotosunu gözdən keçirəndə əvvəl mənim, sonra əmmin, daha sonra əmmi oğlunun sifətinə diqqətlə baxdı və yavaş səslə soruşdu. Xəstə hansınızdır? Əmin professor etibarlı Sabirin yanında qalmağa da ürək eləmədi. Xəstə ilə bircə koridora çıxdı. Lap quş ürək imiş bu, kənddə vəzifədə işləyirdi deyə hiss eləmirdik. Təcili əməliyyat olunmalıdır. Həkimlər bir-birinin ağzına tüpürmüşdülər. Əmmi çağırdım, birlikdə sustuq. Başımızı aşağı saldıq. Vəziyyətin gəlizləşdiyini görən etibarlı Sabir dedi. Belə xəstələrimiz çox olur. Əsasən Kiyev aparırıq. Yaxşı həkimlər var. Həm yol yaxındır, həm də qiymətlər münasibdir. Baxın, bu əməliyyat Tehranda, İstanbulda, Moskvada da mümkündür. Tanışınız varsa qiymətlərlə özünüz maraqlanın. Çıxdıq. Əmmi oğlu vəziyyətin gəlizliyini atasının sifətindən oxuyurdu və narahat gözlərindəki ümidsizlik daha da dərinləşirdi. Axşam evdə şahidi olduğum hadisə isə tualet üçün qalxmışdım. Əmimcil yatan otaqdan səs eşidib gizlicə yaxınlaşdım. Əmim, niyə yatmırsan? Əmmi oğlu, dədə, həkimlər nə dedi? Əmim, nə deyəcəklər? Dedilər sağalacaq. Əmmi oğlu, və onda məni niyə çölə çıxartdılar? Əmim, səni nəyə saxlayacaqlar? Başın nədən çıxır? Əmmi oğlu, yalan deyirsən. Əmim, adamın atası adama yalan deyərmi? Sənə niyə yalan deyim? Əmmi oğlu, belə deyirsən ki, qorxmayım. Əmim, başın xarabdır. Deyirəm, nədən qorxacaqsan? Nə var ki, qorxasan? Əmmi oğlu, axı pulumuz yoxdur ki, apres olunam. Əmim, sən qəti narahat olma. Nəyimiz var, satacam. Qohumlardan kömək istəyəcəm. Nə qədər pul lazımdır, düzəldəcəm. Heç narahat olma. Əmmi oğlu, qohumlar kömək eləyər ki? Əmim, əsəbləşdi. Niyə eləmir? Qohum nə günün qohumudur? Azca fasilə. Diyat, eşidərlər bizi. Yaxşı deyil. Durum, sakitləşdirici dərmandan birini verim. Əmmi oğlu, yox, istəmirəm. Əmim, yat dincəl. Hər şey yaxşı olacaq. Narahat olma. Ölməmişəm ha. Dinməzcə aralandım və səhərəcən gözümə yuxu getmədi. Səhər qəti qərara gəldim. Rədd olsun imtahanlar da işdə. Əmmi oğlunun həyatını xilas etməliyəm. Bircə günün içində bütün şəhərlərdəki qiymətləri öyrəndik. Tehran $5.000, İstanbul $12.000, Moskva $10.000, Kiyev $5.000.
Hələ onu da öyrəndik ki, nəhəng alov güllələrinin yanında yerləşən mərkəzi klinikada yeni texniki avadanlıqlar var və 2-3 aydan bir dəvət olunan əcnəbi mütəxəssislər bizə lazım olan beyin əməliyyatını burada rahatlıqla həyata keçirirlər. Gedib maraqlandıq, $10,000 aşağı yenmədilər. Əslində 5.000-dən başlayan qiymətlərin bizə istisi soyuğu yox idi. Çünki əmin bütün varidatını satsaydı və mən qardaşımdan qalan həmin 400 manatı da onun üstünə qoysaydım, bu pulu düzəldə bilməzdik. Nə edək? Bakıda ağır xəstələrin xaricdə müalicəsi ilə məşğul olan xüsusi bir komitə olduğunu bilirdim. Əcaba müraciət edəkmi? Bəlkə nəticəsi olmadı. Havayı vaxtımız gedəcək. O vaxta can İraq olsun, xoşa gəlməz bir hadisə baş versə necə? Başqa yolumuz varmı? Görəsən qohumlar kömək edərmi? Uzun çək-çevirdən sonra razılaşdıq ki, həmin komitəyə müraciət edək. Komitə Dərnəcüldə yerləşirdi. Əmi oğlunu bizdə qoyub metroya düşdük. Yolda əmmə izah etdim ki, kiməsə yalvarmaq lazım deyil. Sən ömrün boyu bu dövlət üçün çalışmısan, vergi ödəmirsən, indi də əlacsız vəziyyətə düşdüyünə görə yardım istəyirsən. Bu sənin haqqındır. Belə bir gündə sənə dayaq olmayan vətən sənin nəyinə gərəkdir? Kimin yanına girsək, dilənçi kimi deyil, varlı bir ölkənin vətəndaşı kimi danış. Oldu mu? Dediklərimi anladığını əmin olmaq istədim. Əmim gülümsədi. Narahat olma. Gənclikdən Dərnəcülə gedən marşrut taksilərdən birini mindik və tərpəndik. Sürücü yolda dayanıb yaşlı bir qadın götürdü. Qadın içəri girən kimi əmim qalxıb ona yer verdi. Marşrut taksinin içərisində ayaq üstə qalan yeganə adam əmm idi. Mən pəncərə tərəfdə oturduğumdan ona yer verə bilmədim. Ayna Sultanovanın abidəsinə yaxınlaşanda əmim qəflətən aşağı çöktü. Əyilib baxdım. O uşaq kimi büzüşüb az qala görünməz olmuşdu. Sənə nə oldu? Soruşunca altdan yuxarı mənə həmin gülümsər gözlərlə baxıb barmağı ilə sus işarəsi verdi. Dinmədim, amma təəccübüm də keçib getmədi. Hər şeyi maşından düşəndən sonra öyrəndim. Həmin vaxtlar dövlət yol polisi marşrut taksilərə artıq adam götürməyə qadağan etmişdi. Sürücü Ayna Sultanovanın abidəsi həndəvərində yol müfəttişlərinin dayandığını görüb əmmə aşağı əyil işarəsini veribmiş. Sinə dolusu nəfəs alıb başımı bulamaqdan başqa əlimdən bir iş gəlmədi. Komitə sədrinin qəbul otağında qələbəlik vardı. Bəli, növbə yox qələbəlik. Qəbul otağında əyləşmiş dolu və yaraşıqlı xanım səs-küy salan müharibə əlilləri. Qocalar, orta yaşlı kişi və qadınlarla olduqca sərt danışırdı. Xanıma yaxınlaşdım, sədrin yanına girmək istədiyimizi bildirdim. Dedi, bir həftə burada gözləsək də onun qəbuluna düşə bilməyəcəyik. Qəzetdə işləyən tanışlarımdan birinə zəng vurdum, qəbula düşmək üçün ondan kömək istədim. 20 dəqiqə keçməmiş həmin dolu və yaraşıqlı xanımın koridorda bizi axtardığını gördüm. Komitə sədri çox əzazil adama bənzəyirdi. Zəhimli baxışları vardı. Stolunun üstündə İmam Əlinin Nəhcül Bəlağə əsərini gördüm. Səhifələrin arasına qoyulan əlfəcindən kitabın çoxunu oxuduğu anlaşılırdı. Bu etibarlı Sabir adından sonra qarşımıza çıxan ikinci uğurlu işarə idi. Deyəsən kitaba çox baxmağım komitə sədrinin diqqətindən yayınmadı. O eyni anda həm də partiya liderləri kimi alovlu çıxış edən əmmə qulaq asırdı. Mənim bu dövlətdən başqa heç nəyim, heç kimim yoxdur. Ömrüm boyu sədaqətlə işləmişəm, harama əl uzatmamışam. Bu dövlətin azadlığı yolunda doğma qardaşımla bərabər bütün varımı yoxmu? Kəndimi kəsəyimi itirmişəm. Ölkəm üçün indən belə də heç nə əsirgəmərəm. Çünki bu gün min bir zülüm zillətlə gələcək üçün əskərlər böyüdürəm. Haramı düzündə onun bunu qapısına nökərçilik edirəm ki, ailəm acından ölməsin. Həyatım boyu heç kimdən heç nə istəməmişəm. İstəmərəm də. Ancaq bu gün oğlum ağır xəstəliyə düşüb. Müalicəsi xaricdədir. Onu ölümün pəncəsindən xilas etməyə imkanım yoxdur. Oğlumun ümidlə mənə dikilən gözlərinə baxa bilmirəm. Ona kömək edə bilmədiyim üçün özümə nifrət edirəm. Əgər o gedib müharibədə şəhid olsaydı, yaxud qaçqınlıq vaxtı düşmən gülləsinə tuş gəlsəydi, alçaq olardım, üzümü turşutsaydım. İnsan bir gün var, bir gün yoxdur. Amma biləndə ki, sənin dərdinin əlacı var. Sən onu əldə etməkdə acizsən. Bu dəhşətdir. Sizdən çox xahiş edirəm. Oğlumu xilas edin.
Həmişə qulluğunda durduğum dövlət bu gün məni çarəsiz qoymasın. Əlini kürəyimdən çəkməsin. Çox xahiş edirəm. Bu mənim haqqımdır. Bu haqqı məndən almayın ki, ailə uşağımın içinə qayıtmağa üzüm olsun. Əmmin çıxışı məni də, komitə sədrini də ofsunlamışdı. Və inanmayacaqsınız, əzazil görkəmli adam həlim səslə buyurdu. Bu məsələ ilə məşğul olaraq xüsusi komissiya var. Həmin komissiyanın rəyini və gedəcəyiniz xəstəxanadan hesab faktura gətirin və saytinizi köçürək. Getdiyiniz təyyarə reysi haqqında da məlumat verərsiniz. Xəstənin yol haqqını ödəyərik. Əmim küçə ilə yerimirdi, uçurdu. Mən ha əlləşsəm də ona ayaq uydura bilmirdim. Komissiyanın rəyi əslində elə də çətin sənəd deyildi, ancaq komissiya üzvləri heç vaxt toplaşıb müzakirələr aparmadığından onları tapıb sənədi imzalatmaq bir aya yaxın vaxtımızı aldı. Bütün sənədləri hazırlayandan sonra daha bir problem çıxdı. Etibarlı Sabir başının keçəl yerini xeyli qaşıyandan sonra söylədi. Vəsait dövlət tərəfindən hesabdan hesaba ödənilərsə, xəstənizin hansı həkimin əlinə düşəcəyini bilməyəcəksiniz. Halbuki sizin xəstənin getdiyi ölüm riski yüksək olan olduqca incə bir əməliyyatdır. Madam yanıma məsləhətə gəlmisiniz, mən Kiyev Neurocərrahiyyə İnstitutunun professoru Viktor Şeqlovu məsləhət görürəm. Seçim özünüzündür. Məndən demək. Qaldıq mat-məəttəl. Dedi ki, yoldaş etibarlı, axı Şeqlova verməyə bizim $5000 yoxdur. O zaman etibarlı Sabir dedi. Biz ora çoxlu xəstələr aparırıq. Elə edərik, sizə biraz ucuz başa gələr. Yanındakı düyməni bastı, içəri cavan, yaraşıqlı bir həkim girdi. Etibarlı Sabir onu bizə təqdim etdi. Tanış olun Vüqar həkim. Bizim xəstələri Şeqlovun yanına aparan həkimdir. Vüqar, Kiyevlə əlaqə saxla, bütün xəstələr üçün çalış, ümumi qiymət danış. Bu kişiyə çox yük düşməsin, kasıb adamdır. Bir saatdan sonra etibarlı Sabirdən bizə şok açıqlama gəldi. Sən demə bizi Şeqlovdan cəmi cümlətanı $3000 ayırırmış. Əmim öskürdü. Xozeyin zəng eləmişdi. Dedi, qorxma, nə qədər pul lazımdır verərəm. Gedim, bəlkə düzəldə bildim. Bir həftə keçməmiş, səhər tezdən əmim mənə zəng çaldı. Dedi, pulu düzəltmişəm, sənədlər də hazırdır. Gedirik Kiyevə. Səfər qabağı əmmə ürək dirək verdim. Dedim, qorxub eləmə, möhkəm ol. Lap onacan hazır ol ki, Allah eləməmiş oğlun ölə bilər. Özünü itirmə. Orada oldu Azərbaycanlılarla. Öyrəndim, Vüqar həkim sizinlə qalacaq. Elə olsa heç bir problem yoxdur. Rusca bilirsən də, az da olsa əskərlik çəkmisən. Yazına itiznayiş. Aeroportdan yola saldığım günün səhəri əmim Kiyevdən zəng elədi. Hər şey yaxşıdır, bizə hələ bir komnat veriblər. Şeqlovla da, oğluyla da, o da cərrahdır. Tanış olduq, dedilər, hər şey yaxşı olacaq. Bir gün sonra əmim zənglə bunlar dedi. Əməliyyat yaxşı keçdi. Heç xəstənin başına bıçaq vurmadılar. Qılçasından damara girib əməliyyat elədilər. Özünü yaxşı hiss eləyir, elə bil anadan gəlmədir. Bir həftədən sonra gəlirik. İmtahanım əmimgil gedən həftəyə təsadüf etmişdi. Yaxşı hazırlaşmadığımdan müsabiqədən keçə bilmədim. Axşam internetdə cavablara baxanda gördüm 80 keçid balına qarşı cəmi cümlətanı 62 bal yığmışam. Sənəd verdiyim yerə heç kim qəbul olunmamışdı. Deməli 6 ay sonra yenidən imtahan verə bilərdim. Buna da şükür, dedim öz-özümə. 10 gün sonra əmimgil gəldilər. Mənə butulkası səhəngə bənzəyən Stary Kiyev arağı almışdılar. O səhər qapımız döyüləndə arvad məndən tez yüyürdü koridora, gördüm sevindiyindən gözləri yaşarıb. Əmmi qucaqladım, ağlamamaq üçün özümü güclə saxladım, əmi oğlunu döpdüm. O şuxluqla gülümsədi. Nə tər oldu? Soruşdum hövsələ etmədən. Heç bilmədim necə elədilər. Əmi oğlu əlini qasığına uzatdı. Buradan bir iynə saldılar, vəssalam. Elə bil sistem qoymuşdular. Ha, Vüqar həkim dedi, hələ belə uğurlu əməliyyat keçirməmişik. Əmim nur saçırdı yenə. Arvadın dana ətindən bişirdiyi kotletlə Stary Kiyev arağından vurdum. Əmmə də 200 içirtdim. Onun və əmi oğlunun sağlığından sonra keçdik Şeqlova. Ha, internetdə baxmışam, neyrocərrahiyyədə Şeqlov üsulu deyə bir məktəb var. Üzümü əmi oğluna tutdum. Dedin, necə elədilər? Əmi oğlu əlini lap xayasının yanına apardı. Bax, buradan, ayıbdır, əlini çək oradan, məzələndim. Əmi oğlu diksinib əlini çəkdi, sonra onu gic bir gülmək tutdu. Əmim də bivec bir səslə güldü və tez də ciddiləşdi. O nə maddə idi, dedilər? Oğlundan soruşdu. Piti
Əmioğlu gözlərini döyərək fikrə getdi. Qoy həkimdən soruşum. Əmim keflənmişdi deyəsən. Telefonu çıxartdı. Gözünün birini qıyıb nömrəni yığdı, telefonu qulağına tutdu, qəflətən alo deyib ayağa qalxanda təntidi. Əli ani bir hərəkətlə qarşısındakı meyvə şirəsini süfrəyə dağıtdı. Bəli, Vüqar doktor, bəli mənəm, Allah köməyiniz olsun. Qardaşım oğlucildəyim, hamı sənə də, Sabir doktora da çox sağ ol deyir. Allah sizi uca eləsin, Allah eləsin o dediyin aparatları alıb sizi xəstəxanaya da gətirsinlər. Sən də pul tapıb gedib o dediyin kursu keçəsən. Gəlib cəmaata lap yaxından kömək eləyəsən. Bizim kimi kasıb-küsublar da yollara düşməsin. Hə? Azca fasilə verdi. Görünür Vüqar həkim nəsə danışırdı. Əmim, buna da şükür doktor, buna da şükür. Yaxşı ki varsınız. Uşaqların bütün günü sizə doy edirlər. Doktor bir şey soruşum səndən. Deyirəm bir şey soruşum səndən. O uşağa vurulan maddənin adı nə idi? Heç. Elə belə qardaşım oğlu maraqlanır. Nə? Platin? Ha oldu sağ ol. Platin. Mən eşitdirdim. Bildi Platin sağ ol doktor. Qadan alım sağ ol Allah amanında qal. Telefonu söndürüb əyləşdi. Bütün əsəbi adamlara məxsus kəskin əl hərəkətləri və sifət mimikaları ilə Şeqlov üsulunu mənə başa salmağa çalışdı. Deməli damardan platini beynə göndərirlər, o da gör necə maddədirsə, damarın içi ilə burula gedir. Sağ əlini bura el oynatdı, dedim bu dəqiqə biləyindən çıxacaq. Platin gedib, harda artıq bir dəlik varsa ora dolur. Oranı beton kimi tutur ömürlük. Bayaqdan sağa sola oynatdığı əlini yumub yumruğunu bərkdən sıxdı. Dalınca yenə çürümüş dişlərini göstərərək güldü. Çopolnu Sovet hökuməti. Gör nələrə qadirdir. Öskürdü və cəld hərəkətlə qədəhini qarşıma qoydu. Mənə bir əli də süz. Araq süzə qımışdım. İndi Sovet hökuməti nə gəzir? Özünü sındırmadı. Deyicisi olma. Bəşəqlov nə vaxt oxuyub məktəbi? Çox yaxşı kişi idi. Əmi oğlu söhbətə qoşuldu. Görüşən kimi məndən Rəşid Behbudovu soruşdu. Dedim, əlbəttə tanıyıram. Elə şey olar, tanımayım. Ondan sonra hər yanıma gələndə Rəşidin mahnılarından oxuyurdu. Həmişə də ağzından araq iyi gəlirdi. Şeqlovla Rəşidin sağlığına. Deyəsən, mən də dəm idim. Əmim güldü. Az iç, dedi. Vecim almadım. Çox içdim. Bütün xaxolların, xaxluşqaların sağlığına vurdum. Komitə sədrini, onun kök katibəsini, həkim tanışımızı, etibarlı Sabiri Vüqar həkimi, Kiyev Rus dövlətini yaradanları, Azərbaycan-Ukrayna dostluğunun yaxın tarixçəsini, hamısını qatdım bir-birinə. İçdim və qəfil əmmi qucaqlayıb ağladım.